Sağlam olsun inşallah. Krişamızı da vurduq. Krişanın çorunu polunu belə diklərdən vurmuşuq inşallah. Bir də ki, gördüyünüz kimi atmaların namlusu 60 santıdan atılıb. Reykaları sıx atılıb. Belə bir üçbucaqlar formasında vurmuşuq. Krişanın ortası basılmasın deyə. Biz buna A'lar deyirik, yani A'yı oxşadığına görə A deyirik. Bir də bütün evin künclərindən, bu evin künclərindən atmetka vermişik lazerlə. Köşlərini lazerlə eyni səviyyədə gətirmişik. Evin ortalarından novlarına biraz yüksəltmişik. Bir 2 santi, 2 santi yarım evin ortasını qaldırmışıq ki, novun ortasını. Künclərə doğru uklon olsun. Su axıb geçsin. Yəni bizim novlarımızda heç bir problem olmayacaq inşallah ki, su axmaq, yığılıb qalmaq söhbəti novun içində olmayacaq. Belə bir formada düzəltmişik. Şuruplarını da vurmuşuq. Allah həmd olsun. Dünən günortadan sonra başladıq. İnşallah Allah'ın izniyle bugün qurtaracağıq. Belə. Lazım olsa bu diklərdən çorunu pol üstün istəyən olsa bu diklərdən təşkil etmək imkanımız da var. İstəyən olsa əlaqə saxlaya bilər. Ucuz qiymətə dişləri əldə etmək mümkündür. Çorunu pol bu dişlərin belə bütöv vurulmağı taxtadansa dik sərf edir. Çünki niyə? Taxta vaxt keçdikcə araları quruyur. Elə bir ki, quruyan kimi də aralanır da, yəni. Taxta quruyan kimi aralanır. Oradan da yəni krişədəki soyuq hava və yaxud da isti hava birbaşa evə təsir edir. Ona görə də dik daha məsləhətlidir. İsti soyuğa görə də məncə fərqi olacaq. Belə işlər. Novlarımız da yenə bu evin uzun tərəfindən də yenə eyni ilə ortasını qaldırmışıq. Uklon vermişik künclərinə doğru. Allah həmd.